Gənclər salam. Dərs 19-dan davam edirik. Dərs 19 üçbucaqlardır. Sürətlə mövzu izahlarını qoymağa, yerləşdirməyə davam edirəm. Videolara axıra qədər baxın. Yəni bir videoya yarıya qədər baxanda izlənmə sürəsi, kanalın erişim saatı falan aşağı olur. Kanala abunə olub bildirimləri açın. Videolara ehtiyacı olan dostlarınızla, tanışlarınızla paylaşsanız, kanalı böyüməyini dəstək verirsiniz. Çox sevinirəm. Çalışım qədərindən aydın izah etməyə çalışıram. Bir də alınsa, hardasa bir həftədən, 2 həftədən sonra bir dənə video yerləşdirəcəm. Birinci seriyası yaxşı izlənsə, ikinci seriyasını da yerləşdirəcəm. İmtahan təkrar adında bir dənə qəşəng həm məsləhət videosu olacaq, həm mövzuları falan təkrar edəcək, həm suallara falan baxacaq. Onu planlamışam, onu da yerləşdirəcəm. Yəni partlayış olacaq. Üçbucaqlar bizdə dərs 19-dur. Üçbucaqlardan sonra çoxbucaqlar gəlir və artıq demək olar ki, 20 dənə video izahını yerləşdirmişəm. Ardıcıl şəkildə girib riyaziyyat kursunun daxilində də çətinlik çəkdiyiniz mövzulara baxa bilərsiniz. Və ardıcıl da oturub məsələn təkrar istəyirsiniz, buraxışa qədər təkrar eləmək istəyirsiniz, hamısına baxa bilərsiniz. Yəni bir səviyyə yerləşdirə videoları kanala və gedirik. Sadəcə biraz dəstək lazımdır ki, ümid edirəm onu da siz göstərərsiniz. Deməli, üçbucaqlar haqqında danışırıq. Bundan əvvəl çevrə haqqında danışmışdım. Ümid edirəm başa düşmüsünüz, asan izah eləmişəm. Üçbucaq da yenə çətin bir həndəsə mövzusu deyil, asan bir mövzu. Sadəcə qaydaları, xassələri biləndən sonra həqiqətən deyirəm, hesablamağa yazmaq çox asan olur. Üçbucaq dediyimiz şey nədir? Üçbucaq bir düz xətt üzərində olmayan 3 nöqtəni cüt birləşdirən parçalardan əmələ gəlmiş həndəsi fiqura deyilir. Yəni, burada da gördüyünüz kimi şəkildə verilir. Bir də həndəsi bölməsində biz izahlardan danışırıqsa, mütləq üçbucaqlarında çevrədir, falandır, istənilən həndəsi sualı həll eləmək üçün şəklə diqqət eləmək lazımdır. Şəkil misalın 70-80%-nin həll olması deməkdir. Yəni, şəkil çəkməmişəm, mən şəkil çəkməmiş eləyəcəm falan, 90% səhv eləyəcək. Burada bizim təpə nöqtələrimiz var, bucaqlarımız var. Qeyd olunub ABC təpə nöqtələrdir. A, B, C təpə nöqtələrdir. ABC tərəflərdir. Baxın, A tərəfi, B tərəfi, C tərəfi. Perimetrimiz var. A üstə gəlsin, B üstə gəlsin, C-dir. Üçbucağın perimetri. Perimetr dediyimiz şey, yəni ümumi bütün tərəfləri toplayıb cəmini tapırıq. Daha sonra burada bucaqlarımız var. Alfa, beta, gamma daxili bucaqlardır. Daxili bucaqlarımızın cəmi üçbucaqda 180 dərəcəyə bərabərdir. Bunların niyə belə olduğunu çoxbucaqlarda bildirəcəm. Xarici bucaqlarımız var. Hər daxili bucağın bir qonşu xarici bucağı var. Ki, həndəsənin anlayışlarında xarici bucaq, daxili bucaq haqqında danışmışdıq. Daha doğrusu qonşu bucaq haqqında danışmışdıq. Alfa 1 üstə gəlsin, beta 1 üstə gəlsin, gamma 1 bərabərdir 360 dərəcəyə. Yəni, üçbucağın xarici bucaqlarının cəmi 360 dərəcəyə bərabərdir. Bunlar bizim üçbucaq haqqında bilməli olacağımız giriş, yəni əsaslardır. Üçbucağın xarici bucağı ona qonşu olmayan ki, daxili bucağın cəminə bərabərdir. Bu bilməli olacağımız ən belə, necə deyim, əsas xassələrdən biridir. Üçbucağın xarici bucağı ona qonşu olmayan ki, daxili bucağın cəminə bərabərdir. Məsələn, mən buradan götürsəm gamma 1-i. Gamma 1-in dərəcə ölçüsü beta ilə alfanın cəminə bərabərdir. Yəni, ona qonşu olmayan digər iki bucağın cəminə bərabərdir. Artıq gammanı götürməyəcəm. Alfa ilə betanı. Yəni, digər tərəfdən məsələn, alfa 1 üçün də hesablasam, yəni alfa 1, alfanı çıxsam, beta üstə gəlsin gammanın dərəcə ölçüsünün cəminə bərabər olmuş olacaq. Üçbucaqda belə bir xassəti var ki, böyük bucaq qarşısında həmişə böyük tərəf durur. Müqayisə verə bilər. Deyək ki, tərəfləri falan müqayisə edin, təkcə bucaqları verir. Bu xəstəni mütləq bilin ki, böyük bucaq qarşısında böyük tərəf durur. Baxın, 70 dərəcənin qarşısında C durduğuna görə, 80 dərəcənin qarşısında A durduğuna görə, 30 dərəcənin qarşısında da B durduğuna görə müqayisə bu şəkildə olub ki, A böyüdür C-dən, C də böyüdür nəydən? B-dən. Üçbucaqlardan danışırsa, mütləq üçbucaq bərabərsizliyindən danışmalıyıq. Üçbucaq bərabərsizliyimiz necədir? Bir şərt verməyibsə, yəni normal olaraq biz bilirik ki, üçbucaq var, düzbucaqlı üçbucaq, itibucaqlı üçbucaq, körbucaqlı üçbucaq. Bunların da nə olduğunu bildik. Təpə bucağı 90 dərəcə olarsa, bu düzbucaqlı üçbucaqdır. Əgər bucağı 90 ilə 60 arasında olarsa, itibucaqlı üçbucaqdır. Əgər bucağı, yəni təpə bucağı 90 ilə 180 arasında olarsa, buna biz körbucaqlı üçbucaq deyirik. Və bizə şərt vermərsə, ki, burada indi şərtlər haqqında deyəcəm nədir o şərtlər. Normal qaydada soruşsa, üçbucaq bərabərsizliyini soruşsa, biz deyirik ki, üçbucağın hər hansı tərəfin uzunluğu digər iki tərəfin cəmindən kiçik, fərqinin molundan böyüdür. Baxın,
alfa çıxılsın C modulda alfa çıxılsın B-dən böyük, A plus B-dən kiçikdir. Bunu niyə modulda yazırıq? Heç vaxt tərəf mənfi ola bilməz. İstənilən fiqurun tərəfi müsbət ola bilər. Çünki parçanın uzunluğunu biz mənfi təyin edə bilmərik. Müsbət təyin etməliyik. Ona görə də burada modulu mütləq qeyd etməliyik ki, əgər baxanda məsələn A B-dən kiçik olar, 4 çıxılsın 5 -1 falan olar. Ona görə modulda yazırıq ki, qayda olaraq modulda yazırıq ki, o -1 1 olsun. Baxın, burada dediyim şərt budur ki, alfanın iti bucağı verir. Alfa iti bucaq olarsa, üçbucaq bərabərsizliyimiz necə olacaq? X modulda A minus B-dən böyük olacaq. Kök altda A kvadrat üstə gəlsin B kvadratından kiçik olmuş olacaq. Yine eyni qaydada kör bucaq olarsa, alfa çıxılsın 90 dərəcə olarsa, burada x kök altda A kvadrat üstə gəlsin B kvadratından böyük, amma A plus B-dən nə olacaq? Kiçik olmuş olacaq. Hər üç iti bucaq olarsa, ümumi xəssəmiz belə olacaq, yəni bərabərsizliyimiz belə olacaq. Ümumi kökün altında modul A kvadrat çıxsın B kvadratı, yəni x-dən kiçikdir, x də özü nəydən kiçikdir? Kökün altında A kvadrat üstə gəlsin B kvadratından kiçikdir. Bunlar üçbucağa girişdir. Üçbucaqda ən bilməli vacib olduğumuz qaydalardır, xassələrdir. İndi üçbucaqda danışırıq biz hündürlük, tənbələn, median haqqında. Hündürlük nədir? Üçbucağın təpə nöqtəsindən çıxıb qarşı tərəfdə 90 dərəcəli bucaq əmələ gətirir. Yəni istədiyim bir təpədən qarşı tərəfə hündürlük çəkəndə o mütləq qarşı tərəfindən 90 dərəcəli bucaq əmələ gətirəcək. Yəni gördüyünüz kimi burada da qeyd edilib, bir dənə hündürlük çəkib 90 dərəcə altında nə edib? Qarşı tərəfindən yəni çəkib 90 dərəcəli bucaq əmələ gətirib qarşı tərəfindən. Üçbucağın böyük tərəfindən çəkilən hündürlük kiçik, kiçik tərəfə çəkilən hündürlük böyükdür. Bu da mütləq bir xassədir. Yəni əgər buradakı tərəfimiz böyük olarsa, bura çəkilən hündürlük kiçik olacaq, ölçüsü kiçik olacaq. Kiçik tərəfə çəkilmiş hündürlük isə böyük olacaq. Hündürlüyü biz necə tapırıq? Sahə düsturlarında qeyd edəcəyik. Üçbucağın sahəsini biz müxtəlif düsturlarla tapa bilirik. Ən əsas düsturlarımızdan biri AH bölünsün 2-dir. Burada 2S, yəni AH 2S-ə bərabərdir. Buradan da hündürlüyü tapsaq 2S A-ya bölmüş olacaq. Yəni hündürlüyü tapmanın yolları çoxdur. Çox qarşınıza çıxmır. Çıxsa belə onu sahə ilə soruşur, sahəni falan verir ki, rahat şəkildə tapa biləsiniz. Tənbələn nədir? Tənbələn çıxdığı bucağı yarıya bölür. Bu həndəsənin əsas anlayışlarında danışmışdıq tənbələn haqqında. Nə olduğunu bilirsiniz. Çıxdığı bucağı nə edir? Yarıya bölür. Yəni çıxdığı bucaq 2 dənə bərabər bucağa bölünür. Yəni bu alfa olur. Tənbələn isə. Tənbələnin uzunluğunu biz əllə işarə edirik. Tənbələnin bir-iki xassəsi var. Əsas düsturumuz belədir ki, F bərabərdir. Kökün altında B-si çıxılsın M-in, yəni B nəticənin A-si çıxılsın M-in. Uyğun tərəflərin nisbəti bərabərdir. Bu nədir? Əgər tənbələn çəkibsə, tənbələn çəkilərsə digər tərəfləri mütənasib hissələrə bölür. Yəni bu o deməkdir ki, B ilə M-in nisbəti bizdə C ilə N-in nəyinə bərabərdir? Nisbətinə bərabərdir. Yəni bunu ilə bunun B ilə M-in nisbəti C ilə N-in nəyinə bərabərdir? Nisbətinə bərabərdir. Median nədir? Median üçbucağın təpə nöqtəsi ilə qarşı tərəfin ortasını birləşdirən parçaya median deyilir. Medianın xüsusi düsturu var. Bunu bilmək lazımdır. Medianın düsturu bu şəkildədir. M kvadrat bərabərdir 2BC B kvadrat üstə gələn C kvadrat çıxılsın A kvadrat. Yəni digər tərəflərin kvadratlarının ikincisini toplayırıq. Kvadratların ikincisini çıxırıq çəkildiyi tərəfin kvadratını. Və bu düsturu biz bu şəkildə də yaza bilərik. Ümumi median bərabərdir 2-də 1 kök altında düsturumuzu da yaza bilərik. 2B kvadratı üstə gəlsin. Yəni sürətdə nə varsa onu bu kökün altına yazacağıq. Burada məsələn M kvadratını falan verir. Belə bunu sadələşdirib ümumi düsturu belə verir ki, M bərabərdir 2-də 1 kök altında 2B kvadrat üstə gəlsin 2C kvadratı çıxılsın nə? A kvadratı. Medianın da xassələri var. Median bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2-1 nisbətində bölünür. Yəni bu nə deməkdir? Mən burada bir dənə də median çəksəm digər təpədən. Yəni hər təpədən bir dənə median, bir dənə tənbələn, bir dənə hündürlük çəkmək olur. Bu medianlar kəsişəcək. Bu kəsişmə nöqtəsindən etibarən isə bunların uzunluqları 2-in 1-ə nisbətində bölünəcək. Yəni nisbət bölünməni də bilirik ki, bölünmə deyirsə mən buna bir dəyişən verəcəm. Yəni 2K, ümumi uzunluğumuz nə olacaq? 3K olacaq. Daha sonra medianların kəsişmə nöqtəsi üçbucağın ağırlıq mərkəzidir. Bunu da xassi olaraq deyirik ki, medianlar kəsişirsə o medianların kəsişmə nöqtəsi üçbucaqda ağırlıq mərkəzi. Orta xəttimiz var.
Orta xətt dediyimiz şey nədir? Üçbucağın hər hansı iki tərəfinin ortasını birləşdirən parçaya orta xətt deyilir və oturacağın nə ilə bərabərdir? Yarısına bərabərdir. Üçbucağın orta xətti oturacağına paraleldir və onun yarısına bərabər. Gördüyünüz kimi burada orta xətt qeyd olunub. Tərəfləri yarıya bölünüb, yan tərəfləri və ölçüsü nəyə bərabərdir? Oturacağın yarısına. Oturacağımız 2 adırsa, medianımız nə olacaq? A olacaq. Çünki 2 A-nın nəyinə bərabər olacaq? Yarısına bərabər olacaq. Orta xətt sahəni 1-3 nisbətində bölür. Üçbucaqda qarşınıza çox çıxacaq və yaxud da sahədə qarşınıza çıxa bilər. Əgər orta xətt çəkilibsə, yuxarıdakı qalan üçbucağın sayəsi S, aşağıdakı sayəsi 3S olacaq. Bunu da oxşarlıqla verilir. Yəni bu qaydada oxşarlıqdan çıxır. İndi onun haqqında danışanda hamısını ətraflı öyrənmiş olasınız. Üçbucağımızın növləri var. Bərabəryanlı üçbucaq, bərabər tərəfli üçbucaq. Yəni tərəfinə görə növlərdir. Bu düzbucaqlı üçbucaqdır. Bərabəryanlı üçbucaq, yan tərəflərimiz bərabər, yan tərəflər bərabər, oturacağı bitişik bucaqlar bərabərdir. Bərabər tərəflərin arasında təpədən çəkilmiş median həm tənbölən, həm də hündürlükdür. Yəni təpədən bir dənə median tənbölən çəksəm, çəkilmiş median və yaxud da median çəksəm, bu bizdə nə olacaq? Həm tənbölən olacaq, həm hündürlük olacaq, həm də median olacaq. Yəni bərabər yanlı üçbucaqda bu bizim ən belə yayğın olan yəni qaydalarımızdan, xassələrimizdən biridir. Bərabər tərəfli üçbucaq var. Bərabər tərəfli üçbucaqda da yenə bu qayda keçərlidir. Amma bərabər tərəfli üçbucaqda üçbucağımızın üçü də 60 dərəcəyə bərabərdir. Perimetrimiz dedik ki, nədir? Tərəflərin cəmidir. Bütün tərəflərimiz bərabər olduğuna görə perimetrimiz 3 aya bərabərdir. Hər bir daxili bucağımız 60 dərəcə, hər bir xarici bucağımız 120 dərəcədir. İstənilən təpədən çəkilən median həm tənbölən, həm də hündürlükdür. Yəni bu qayda bura üçün də keçərlidir. Bir də daxildən istədiyim bir nöqtədən tərəflərə xəttlər çəksəm, bu tərəflərin cəmi yəni bu parçaların cəmi tərəfimizin uzunluğu cəminə bərabər olacaq. Əgər perpendikulyarlar çəksəm, bu nöqtədən hündürlüyümüzə bərabər olmuş olacaq. Bu qaydaları da bilin, hardasa lazım olacaq sizə. Düzbucaqlı üçbucağımız var. Düzbucaqlı üçbucağımız artıq bir bucağı düzbucağı olan üçbucağa deyilir. Ki burada artıq alfa ilə betanın cəmi 90 olur. Çünki digər bir bucağımız nədir? 90 dərəcədir. A ilə B-yə biz katet deyirik, C-yə hipotenus deyirik. Burada ən yayğın olan teoremlərimizdən biri var, Pifagor teoremi. Katetlərin kvadratları cəmi hipotenusun kvadratı cəminə bərabər olur. Burada sizə biraz sürüşüb, yəni hipotenus buradır. Hipotenusla çəkilən median hipotenusun yarısına bərabərdir. Təpədən hipotenusla çəkilən median hipotenusun yarısına bərabərdir. Yəni M nəyə bərabərdir? A-ya bərabərdir. Bu xassələri, bu qaydaları biləndən sonra həqiqətən deyirəm, üçbucaqlar bölməsi asan olur. Hündürlük, burada yenə təpədən çəkilmiş hündürlük üçün xassəmiz var. 2 dənə düsturumuz var, qaydamız var. H kvadratı böldüyü hissələrin H kvadratı bərabərdir M-in, H-sinə bərabərdir. Buradan H-da tapsaq nə olacaq? Kök altda M-in olmuş olacaq. Digər tərəfdən H bərabərdir katetlərin H-sini tapıb onu C-yə bölürük. Yəni H bərabərdir AB bölünsün nəyə? C-yə. Digər tərəfdən düzbucaqlı üçbucaqda xassələr var ki, 60 dərəcə, 30 dərəcə və yaxud da bərabəryanlı düzbucaqlı üçbucaq falan olarsa nəyə bərabər olur? Düzbucaqlı üçbucaqda 30 dərəcə bucaq qarşısında duran katet hipotenusun yarısına bərabərdir. Bunu yəqin ki bilirik. Yəni hipotenusumuz 2 adırsa 30 dərəcənin qarşısında duran katet nəyə bərabər olacaq? Onun yarısına A-ya. 60 dərəcə bucaq qarşısındakı katet 30 dərəcə bucaq qarşısında duran katetin kök altda 3 misinə bərabərdir. Yəni biz buna və yaxud da hipotenusun kök altda 3 böl 2 misi də deyə bilərik. 30 dərəcə bucaq qarşısında duran katetin kök altda 3 misi də deyə bilərik. Fərqi yoxdur. A-nı bura A-dırsa bu katetimiz nə olacaq? Kök altda 3 bölünsün. Kök altda 3 A-ya bərabər olacaq. Bu kök altda 3 belə olacaq. Digər tərəfdən burada nə var? 45 dərəcəli, yəni bərabər yanlı düzbucağımız var. Bunun bucaqları nə olacaq? 45-45 olacaq. Bunları yəqin bilərik. Bərabər yanlışsa katetlərimiz bir-birinə bərabər olacaq, A-ya bərabər olacaq. Hipotenusumuz nəyə bərabər olacaq? Kök altda 2 A-ya bərabər olmuş olacaq. Bunlar hazır qaydalardır. Yəni hamısı Pifagor teoremindən falan çıxma nəticələri. Sadəcə ümumi bunu sizə verir, asanlaşdırır ki, yadınızda qalsın. Bir də bərabər yanlı düzbucaqlı üçbucaq falan verəndə gedib vaxt itirib Pifagor teoremindən falan hesablama eləməyək. Pifagor ədədlərimiz var. Pifagor ədədləri nədir? Katetlərimiz 3K, 5K, 8K, katetimiz 4K, 12K, 15K, hipotenusumuz 5K, 13K, 17K dəyişirsə buna Pifagor ədədləri deyirik. Yəni K1, 2, 3 ardıcılığı ilə dəyişir.
Nə deməkdir? Yəni məsələn bura 3-dür, bura 4-dürsə, bura 5-dir. Bura 5, 12, 13-dür, 8, 15, 17 qalsa, yəni bu ədədlərə biz Pifaqor ədədlər deyirik. Cüzbəli üsullar məsələn bir dənə cüzbəli üsul götürək. Tutalım bura 6-dır, bura 8-dir. Bura nə olacaq? 10 olacaq və bu bizdə də nə olacaq? Pifaqor ədədləri olacaq. Bu üçbucaqdakı ədədlər Pifaqor ədədləri olacaq. Nəyə görə? Çünki baxın 4K, 3K, 5K dedik. Burada K-ya 2 versək 6, 8, 10 olmuş olacaq. Yəni K-ya sabit bir qiymət verəndə alınan ədədlər Pifaqor teoremini ödəyirsə, bu ədədlərə biz Pifaqor ədədləri deyirik. Bu haqqında danışmışdıq. Sinus, kosinus, tangens, düzbucaq üsulları necə tapılır? Trigonometriyada danışmışdıq. Sinus qarşıdakı katetin hipotenüsünə nisbətdir. Kosinus bitişik katetin hipotenüsünə nisbətdir. Məsələn, götürürüz bucaqla onu hesablayırsa, yəni tapırsınız. Məsələn, mən bucağı götürmüşəmsə, bunun sinusunu tapanda qarşı katetin hipotenüsünə nisbəti olacaq. Yəni 3K-nın 5K-ya nisbəti olacaq. Kosinus deyirəmsə 4K-nın bitişik katetin hipotenüsünə nisbəti olacaq. Tangens deyirəmsə qarşı katetin bitişik katetə, kotangens deyirəmsə bitişik katetin qarşı katetin nisbəti olmuş olacaq. Daha sonra burada bilməmiz vacib olan iki qayda var ki, sinuslar teoremi ilə kosinuslar teoremi üçbucaqlar bölməsində. Nədir? Sinuslar teoremi belədir ki, istənilən bucaqlar veriləndə, tərəf veriləndə bucağın, yəni bucağın qarşısındakı tərəf demək, alfanın qarşısındakı tərəf nədir? A-dır. Betanın qarşısındakı tərəf nədir? B-dir. Qammanın da qarşısındakı tərəf C-dir. Bu qayda olaraq deyirik ki, A-nın sinus alfaya, yəni A tərəfin qarşısındakı bucağın sinusuna nisbəti B bərabərdir B bucağın qarşısında B-nin qarşısındakı bucağın sinusuna nisbəti, bu da bərabər C-nin qarşısındakı bucağın sinus qammaya nisbəti, o da nəyə bərabərdir? 2-yə. Yəni bu üç bucağın xaricində çəkilmiş çevrənin radiusunun ikincisinə bərabər. Məşhur teoremimizdir bu. Bunları mütləq bilmək lazımdır. Mütləq istifadə olunur üçbucaqlar bölməsində. Yadda saxlayın. Kosinuslar teoremimiz də var. Kosinuslar teoremi də eyni qayda ilə istənilən bir bucağın kosinusunu götürsək, hesablaması bu şəkildə olacaq. B kvadrat, məsələn mən alfanı götürmüşəm. B kvadrat üstə gəlsin C kvadratı, çıxılsın A kvadrat. Yəni bucağın qarşısında tərəfin kvadratını çıxırıb böldüyü nəyə? Digər 2, yəni o bucağa bitişik olan tərəflərin ikincisini. Buradan istənilən bir tərəfi də hesablamağı yəqin ki, bacararıq. Məsələn, mən B-nin qiyməti tapmaq istəyirəmsə, B kvadratın hər tərəfi 2BC-yə vuracam. 2BC kosinus alfa olacaq. B kvadrat bərabərdir. Üstə gəlsin A kvadrat, çıxsın C kvadrat olmuş olacaq. Yəni, asan düsturdur. Əsas məsələn bunu bildiksə, bunu biləndən sonra digər tərəfləri tapmaq, hesablamalar rahat olacaq. Üçbucaqlar bu qədər. Əsas olanları sizlərlə bölüşdüm, sizlərə izah etdim. Çətin bir dərs deyil, çətin bir mövzu deyil. Sadəcə qaydaları biləndən sonra, biraz da təfəkkürünüz, məntiqiniz olandan sonra, yəni şəkil qurmağı, tamamlamağı falan, yəni bacarandan sonra həqiqətən üçbucaqlar nədir? Asan bölmədir. Amma mütləq həndəsə bölməsində şəkil qurmaqla aranız olsun, şəkil qurmaqdan qaçmayın, yaymayın. Dərs 20 çoxbucaqlar, dördbucaqlar olacaq. Üçbucaqlar da dedik. Hələ ki davam edirik. Hardasa bir 30-35 mövzuya qədər gedəcək, bəlkə daha da çox. Videoları ətraflı, yəni sona qədər izləsiniz. Həqiqətən bu mənim üçün çox böyük dəstəkdir. Kanala abunə olub bildirimləri açıq qoymaqda da heç ki, yəni onu da yəqin ki eləyirsiniz. Dərs 20 çoxbucaqlar, dördbucaqlar dərs 20-də görüşmək ümidi ilə. Sağ olun.